Nevrologiyada tibbi genetika dərsliyinin rəsmi təqdimatı keçirilib. Mayın 15-də Bakı Kitab Mərkəzində tanınmış nevroloq, professor, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri Aytən Məmmədbəylinin baş redaktorluğu ilə nəşr olunan Nevrologiyada tibbi genetika dərsliyinin rəsmi təqdimatı keçirilib. Bugün mənim üçün çox həyəcan gətirən bir tədbirdir. Ona görə ki, 3 il ərzində biz böyük müəllif kollektivi ilə bir yerdə çalışaraq çox ciddi şəkildə bu kitabı hazırladıq və bugün rəsmi təqdimatını edirik. Nəyi vurğulamaq istəyərdim? Azərbaycanda bu ilk kitabdır ki, məhz nevrologiyada olan mühüm xəstəliklərin genetik prizmadan bizə nümayiş elətdirəcək və bildiyimiz kimi nadir genetik xəstəliklər son illər çox vacib bir problemdir. Ən vacib məsələ hansı ki, bir daha bu problemə, bu məsələyə bizim marağımızı belə deyək, qaldırır. O məsələ ondan ibarətdir ki, müasir dövrdə genetik xəstəliklərin bəzilərin artıq patogenetik müalicəsi vardır. Ona görə də onların ilkin diaqnostikası, kliniki əlamətlərinə görə tiplərə ayrılması bugünkü gündə çox mühüm və vacib bir problemdir. Kitabda sinir sisteminin irsi və genetik xəstəlikləri, genetik mutasiyaların nevroloji patologiyalarda rolu, molekulyar genetik mexanizmlər, genetik analiz və diaqnostika üsulları, həmçinin mitoxondrial və neyrodegenerativ xəstəliklərin genetik əsasları əhatə edilib. Mən elə hesab edirəm ki, bu nevrologiyanın həqiqətən də bayramıdır. Çünki belə kitabın yazılması həm genetiklara, həm nevroloqlara çox böyük imkanlar yaradır. Onların bu bilikləri xəstəliklərin diaqnostikasında çox vacibdir. Biz bugün xəstəliklərin diaqnozun yalnız sindromlar əsasına yox, bizə maraqlı molekulyar dəyişikliklər, hüceyrə səviyyəsində olan dəyişikliklər, genlarda olan dəyişikliklər çox vacibdir. Yəni biz artıq Azərbaycanı mən deyərdim ki, müxtəlif konqreslarda, yüksək səviyyəli konqreslarda tam sərbəst təqdim edə bilərik, təmsil edirik. Bu kitab bir müəllif tərəfindən yox, bir böyük bir kollektiv tərəfindən hazırlanmışdır. Bu kollektiv Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının əməkdaşlarıdır. Həqiqətən də belə bu kitabın hazırlanması mən deyərdim ki, bəlkə də 2 ildən daha çox davam edir. Bizim nevroloqlar, gənc nevroloqlar çox saylı konfranslarda, konqreslarda iştirak edir və onların bilikləri daha da genişlənib, daha da müasirləşib, daha da yüksəlib və o biliklər öz əksini bu kitabda tapıb. Azərbaycan dilində nevrologiyada tibbi genetika sahəsinə həsr olunmuş ilk fundamental nəşr olan dərslik tibb tələbələri, rezidentlər, nevroloqlar, genetiklər, neyrocərrahlar, psixiatrlar və digər ixtisaslı həkimlər üçün nəzərdə tutulub. Bugün biz bura nevrologiya sahəsində Azərbaycanda buraxılan yeni bir dərsliyin təqdimatına gəlmişik. Professor Aytən Məmmədbəylinin rəhbərliyi ilə ərsəyə gələn bu kitab həm nevrologiya sahəsində, həm genetika sahəsində böyük bir yenilikdir və bu kitabın ərsəyə gəlməsində ilk günlərindən mən də bu işin şahidi olmuşam, necə böyük zəhmətlə yazıldığını. İnşallah xeyirli olsun bütün nevroloqlar üçün, bütün genetiklər üçün, Azərbaycan Tibb Universitetinin tələbələri üçün, həkimləri təkmilləşdirmə institutunun rezidentləri üçün, kursantları üçün, bütün Azərbaycan üçün xeyirli olsun. Çox böyük ehtiyaca malik olan bir kitabdır. Bu kitabı çoxdan gözləyirdik və bu kitabın yaradıcı komandasının üzvü olmaq üçün mənim üçün çox xoşdur. Çünki bu kitabda müasir səviyyədə bütün o genetik aspektləri, nevroloji
o cümlədən də psixiatrik xəstəliklərin nevroloji genetik aspektləri qeyd olunubdur. Xüsusilə mən bu fəsil, bu kitabda autizmə aid olan fəsli tərtib etmişəm. Bu günləri biz bir elm bayramında toplanmışıq. Burada dərslik təqdimatı keçirilir, amma dərslik təqdimatı bir fənnin bütün sahəsinə aiddir və mən düşünürəm ki, bu böyük bir hadisədir. Ona görə ki, hər bir dərslik minlərlə gələcək nəslin hazırlamasında böyük bir vəsaitdir. Və belə bir tədbirlərin, belə bir gözəl məkanda keçirilməsi çox harmonikdir. Ona görə ki, həm gözəl məkan buna bir şərait yaradır, eyni zamanda bu əsər doğrudan da bu belə bir şəraitə layiqdir. Mən sözsüz ki, bu əsər müəlliflərini təbrik edirəm. Bu böyük məsuliyyəti öz boynuna götürüb və bu missiyanı yerinə yetirib və bu səviyyədə bunu təqdim eləmək, mən düşünürəm ki, bu böyük bir alim cəsarətidir, böyük bir alim işidir. Bu kitabın ərsəyə gəlməsində bizim kafedramızın bir çox əməkdaşlarının uzun müddətli çalışmaları, əməyinin nəticəsi özünü göstərir. Bundan əlavə bu kitabın ərsəyə gəlməsində hörmətli professorumuz Zəfər doktorun böyük rolu var. Tibbi Genetika kafedrasının baş müəllimi Lalə xanımın çox böyük əməyi var. Bu kitabın ərsəyə gəlməsində ilk növbədə biz hörmətli rektorumuz təşəkkür edirik. Bizə bu cür gözəl şəraiti yaratdığı üçün hörmətli rektorumuz Gəray müəllimə dərin təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Bugün biz doğrudan da kliniki praktikada həm tələbələr, həm rezidentlər, həm də həkimlər üçün çox böyük əhəmiyyətə malik olan, onların stolüstü kitabı olacaq, çox vacib və vaxtında yerində yazılmış dərsliklərin təqdimatındayıq. Hər bir dərslik yazmaq çox böyük bir zəhmət, illərin zəhmətinə başa gəlir və əlbəttə ki, müəlliflər bütün hallarda bu dərsliklərdə istər özlərinin kliniki təcrübələrinə, istər elmin son nailiyyətlərinə əsaslanaraq bu dərsliyi ərsəyə gətirirlər və düşünürəm ki, bugün də təqdimatını sevə-sevə dinləyəcəyimiz bu dərsliklərin çox böyük əhəmiyyəti olacaq. İlk dəfədir ki, Azərbaycan dilində nəfis tərtibatla yeni bir dərsliyin təqdimatını biz keçiririk. Genetika xəstəliklərin son zamanlarda çox artması, bu səbəbdən də nevroloqların çox buna böyük ehtiyacı vardır. Mən hesab edirəm ki, rezidentlər, gənc həkimlər, ümumiyyətlə bu sahədə məşğul olanlar üçün ən böyük hədiyyədir. Bu münasibətlə Aytən xanıma və onun bütün komandasını təbrik edirəm, yeni uğurlar arzu edirəm. Azərbaycanda milli dərsliklər çox vacibdir və bu anlamda bugün təqdim olunan bu iki dərslik kitabı Azərbaycan Tibb Universiteti üçün və tibb təhsili üçün çox vacibdir. O cümlədən də elə o sahənin mütəxəssisləri üçün. Bu vaxta qədər çox zaman tələbələr şikayət edirlər ki, bizim dərsliyimiz lazım səviyyədə deyil, tutaq ki, rus dilindədir və yaxud digər dillərdən tərcümədir. Ancaq yerli kitabların, hansı ki, yerli müəlliflər tərəfindən yazılan kitabların olması bizim səhiyyə üçün və tibb təhsili üçün çox vacibdir. Düşünürəm ki, bundan tələbələrimiz bəhrələnəcəklər və Aytən xanıma gələcək işlərində böyük uğurlar arzulayıram. Tədbirdə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəli, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Pənahov, həmin institutun Nevrologiya və Klinik Neyrofiziologiya kafedrasının müdiri, professor Rəna Şirəliyeva və digər çıxış edənlər dərsliyin ölkədə tibbi genetika və nevrologiya sahələrinin inkişafına mühüm töhfə verəcəyini qeyd edib. Redaksiya heyətinə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.